Çox insan diş ağrısından əziyyət çəkir. Xüsusilə də gecə yuxu zamanı. İnsanı oyadan o ağrılardan, ev şəraitində təbii yollarla qurtulmağın 8 sirrini deyəcəm. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Birinci yerdə mixək durur. Mixək diş ağrısını azaldır. Bunun üçün diş oyuğunun içərisinə bir dənə mixək qoymaq və ya pambığa bir neçə damcı mixək yağı töküb dişə qoymaq və ya yarım stəkan suya 2-3 damcı mixək yağını qarışdırın. Bu qarışıqla qarqara edin. 2 sarımsaq. Bunun üçün bir diş. Sarımsağı 2 yerə bölüb, ağrıyan dişin üzərinə və ya damağa qoyub yavaşca sıxın. Bir qədər ağrıdan sonra diş ağrısı azalaraq dayanacaq. Üçüncü diş ağrısını azaldan bitkilərdən biri də soğandır. Soğan dişdəki infeksiyaya səbəb olan mikrobları yox edərək ağrını yüngülləşdirir. Bunun üçün bir parça soğan çeynəyə bilərsiniz və ya soğan suyu ilə qarqara edərək də diş ağrılarını yüngülləşdirə bilərsiniz. Dördüncü yaşıl bibərdir. Yaşıl bibəri xırda-xırda doğrayıb, ağrıyan dişin və ya diş ətinin üzərində 2 dəqiqə saxlamaqla diş ağrısını aradan qaldırmaq mümkündür. 5-ci üsul. 1 stəkan ilıq suya 1 çay qaşığı duz, 3 damcı nanə yağı atılaraq yaxşıca qarışdırılır, sonra 3-4 dəfə ağızda, gözdə-gözdə qarqara etməkdə diş ağrısını tez bir zamanda aradan qaldırmaq mümkündür. 6. Sarı kök. Sarı kök antibakterial və antiseptik xüsusiyyətləri sayəsində ağrını aradan qaldırma gücünə malikdir. Bunun üçün su ilə qarışdırılıb, xəmir halına gətirilir və ağrıyan dişin üzərinə qoyulur. 7. Zəncəfil və darçın. Bu ikili güclü spazmolitik və ağrı azaldıcı təsirinə malikdirlər. Bunun üçün 1 stəkan suda 2də 1 çay qaşığı zəncəfil tozu və 2-3 çimdik darçın qarışdırıb qarqara edin. Bu üsulla diş ağrınızı azalda bilərsiniz. 8. Yarım stəkan ilıq suya 1 çay qaşığı, soda 1 çay qaşığı duz və 1 çay qaşığı uksus ya da sirkə atılaraq yaxşıca qarışdırılır. Sonra pambığı həmin qarışığa batırıb ağrıyan dişin üzərinə qoymaq və ya ağızı qarqara etmək diş ağrısının 5 dəqiqəyə keçməsinə səbəb olacaq. Qeyd edim ki, bu vasitələrdən istifadə etməzdən öncə dişlərinizi fırçalayıb duzlu və sodalı su ilə ağzınızı yaxalaya bilərsiniz. Bu ağrının qismən azalmasına kömək edəcək. Sirkəli su ilə də ağzınızı yaxalaya bilərsiniz. Sirkə mikrob və bakteriyaların öldürülməsinə kömək edir. Bir müddət ağrıyan bölgənin keyməsinə kömək edəcək. Diş ağrısı çürük dişlərdə qalan yemək qalıntılarından qaynaqlana bilər. Dişlərinizi fırçalamaq ağrının azalmasına kömək edəcək. Hətta diş ağrısı tam keçsə belə, vaxt tapan kimi mütləq həkimə müraciət edin. Bəs siz diş ağrısı zamanı bu üsullardan istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.